Hə, gəldim və sizlərə 2 mərtəbə Xırdalanlı ev tapmışam ki, gəl görəsəni, bir nə qiymət? Qiymət çox ucuz, çox qəşəng 2 mərtəbə, 3 otaq. Desən arada avtobus dayanacağına cəmi 50 metr məsafədə otur düz şəhərə çıxır. Probkasız nə idi? Probkasız Xırdalan yoxdur. Yəni rahat otur get. Ay ayaq üstə qalım, nə bilim, arxa stenkadan sallanım, arxa qapıdan sallanım, elə şey yox. Evin əsas giriş hissəsi buradır. Əl-üz yulan var burada, hamamı, tualeti buradadır. Çək göstər. Keçək evin girişinə. İçəri daxil olursan, bu hissə mətbəx üçün nəzərdən tutulub. Zal studiodur. Zalla mətbəx bir yerdir. Padvalına bax, göstər. Şəxsi tikili evdə yenidən təmir işləri görülüb. Padvala göstər tam olaraq. Bax, betonuna bax yerinin. Betonu dalı, cüt daş, hər şəraiti var. Geniş bir dənə mətbəx zal studio və qalxırıq 2-ci mərtəbəyə doğru. Burada 2 dənə pəncərəsi var. Bax, sən işıqlı evdir. Qalxaq 2-yə. Mərtəbədəyik. Pləkanlarını da göstər, qəşəng rahat da pləkanları var. 2-ci mərtəbədə burada şkaf yığmaq üçün yeridir. Bir gəl burada geniş və səliqəli yataq otağı, panorama, Xırdalanın gözəl, rəngli krişalı evlərinə. Keçirik evin. Burada da 2-ci yataq otağı. Otaqlar geniş, səliqəli. Başqa yerdə bu evdən qiymət bilsən neçədir? 70 min. Mən sənə evin qiyməti bilsən neçə deyəcəm? 62 min. Hələ gələcəksən, razılaşacaq. 2-ci panoraması da özü bu tərəfədə görsən. Bu pəncərəni, o pəncərəni aç, ev olur bombuz. Amma qışda kombini qoyur, ot kimi. Çünki bilsən nəyə görə? Qoşadaş, izolyası da olmur. 62 min deyirəm, gəlirsən danışırıq. Sağ ol.